Ben sözü Akademi Üniversitesi Heyətinin ev ve şubesinin müdürü, filoloq elmləri doktoru Sərfəd Xəbəri verirəm. Mən də hamını salamlayıram. Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin 2025-ci il üzrə elm-metrik göstəricilərinin analizinə və reytinglərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Təqdimatımız üçün görkəmli Azərbaycan alimi Azad Mirzə Canzadənin belə bir fikri epiqraf seçilmişdir. İnformasiya hesablama sistemi özünün kollektiv müdürlük rolunu yalnız və yalnız tamlıq effektinin tətbiqi əsasında həyata keçirə bilər. Bu sitat sonunda bizə təkrar lazım olacaqdır. Təqdimatımız 4 hissədən ibarətdir. Data, metodika, analitika və interpretasiya. Data hissəsində müəyyənləşdirilən indikatorlar üzrə Akademiyanın elmi müəssisələri tərəfindən təqdim olunan 2025-ci ildə elmi və elmi təşkilata dair göstəricilər əks olunmuşdur. Metodika müəyyənləşdirilən indikatorlar, müəyyənləşdirilən ballar, orta məhsuldarlıq göstəricisinin müəyyən edilməsi üçün olan formul və digər anlayışlardan ibarətdir. Analitika əslində metodikanın dataya tətbiqi prosesi nəticəsində əldə olunan nəticələrdir və nəhayət sonunda interpretasiya ictimai humanitar elmlərə metrik modellərin tətbiqinin özünə məxsus xüsusiyyətləri, adekvatları və bunun bir sıra nəzəri problemləri. İlk növbədə biz indikatorlarımızla və ballarla tanış olaq. İndikatorlarımızı biz 6 əsas blokda ümumiləşdirmişik. Respublikada nəşr olunan elmi məqalələr, əsasında müəyyənləşən elmi məhsuldarlıq, xaricdə nəşr olunan məqalələr əsasında məhsuldarlıq, beynəlxalq elmi əməkdaşlıq, buradan göründüyü kimi elmi kadr hazırlığı məsələləri, beynəlxalq bazalara inteqrasiya məsələləri burada geniş əksini tapmışdır. Deməli, indikatorların bal sistemi məlum olduğu kimi hər hansı bir müəyyən meyara və prinsipə əsaslanmalıdır. Biz burada əsasən dünyanın müasir elminin inkişaf tendensiyalarını və ölkənin real sosial-iqtisadi inkişaf istiqamətlərini əsas götürmüşük və prioritetliyi bal sistemində müəyyənləşdirmək üçün ona fikir verib, ona diqqət yetirmək lazımdır ki, hansı istiqamətlərə, indikatorlara daha çox bal verilmişdir. İndikatorlar sistemindən göründüyü kimi beynəlxalq əməkdaşlıq sahəsində olan indikatorlar Web of Science Scope bazasıdır, Azərbaycanda nəşr olunan jurnallarda xarici müəlliflərin məqalələridir və yaxud da beynəlxalq bazalarda daxil olan jurnallardır, beynəlxalq əməkdaşlıq əlaqələridir. Bu indikatorlara daha yüksək bal verilmişdir və beləliklə deməli bizim indikatorlar sistemimiz beynəlxalq əlaqə ağırlıqlı indikatorlar sistemi hesab oluna bilər və bu da ölkədəki elmi fəaliyyətin ümumi həyata keçirilməsindən irəli gəlir. Onu qeyd eləmək istəyirik ki, nəticələrə keçməmişdən əvvəl iki məsələni qeyd eləmək istəyirik. Birincisi, biz Akademiyanın strukturuna daxil olan ensiklopediya, mərkəzi elmi kitabxana, seismoloji mərkəz və nəşriyyatı bura daxil etməmişik. Çünki onlar tipoloji fəaliyyət istiqaməti etibarilə fərqlidirlər və ümumi sistemdə dəyərləndirilməsi mümkün deyildir. Və ikinci qeyd etmək istədiyimiz ondan ibarətdir ki, əsas məsələ elmi tədqiqat müəssisələrinin sıralanması, önə və yaxud arxaya düşməsi şərti xarakter daşıyır burada. Hamısı bizim dostlarımızdır, elmi tədqiqat müəssisələrinin əməkdaşları da, rəhbərləri də. Bu birbaşa indikatorlar sistemindən asılı olan məsələdir. Və bir də biz müqayisəli olsun deyə tək 25-ci ili yox, 23, 24 və 25-ci ili Cənab Prezidentin sərəncamından sonra yeni mərhələyə qədəm qoyan elmi fəaliyyət sahəsində Akademiyanın o inkişaf dinamikasının müəyyənləşdirilməsi üçün. İndi vaxtın azlığına görə 23-24 üzərində çox dayanmırıq. 25-ci ildə yəni orta məhsuldarlıq göstəricisi ilə deyil, adi bal sistemi ilə mənzərə bundan ibarətdir. Göründüyü kimi Ədəbiyyat İnstitutu, Fəlsəfə İnstitutu liderlik edir və ondan sonra digər institutlarımız sıralanmışdır. Deməli, burada isə biz regional elmi bölmə mərkəzlərimizi ayrıca müəssisələrdən kənar götürüb təhlil etmişik, analizə cəlb etmişik. Burada Naxçıvan bölməsi göründüyü kimi liderlik edir. Ümumi Şəki regional elmi mərkəzi bölmə olmayıb, mərkəz olmasına baxmayaraq ikinci yerdə qərarlaşır. Gəncə bölməsi və Lənkəran bölməsi görünür. Deməli, bu 24-cü il, 25-ci ilin bal sistemi
burada da artıq özünü göstərir. Maraqlı nəticələrdən biri ümumi bal sisteminin illər üzrə hesablanıb, illər üzrə dinamikanın müəyyənləşdirilməsidir. Göründüyü kimi 23, 24 və 25-ci illəri müqayisədə ümumi bizim indikatorlar sisteminin müəyyənləşdirdiyi bal sistemində artım göz qabağındadır. Göründüyü bax bu istiqamətdə artım müşahidə olunmaqdadır. Biz bir metodikanı da deməli orta məhsuldarlıq göstəricisinin müəyyənləşdirilməsi üçün olan bu metodikadır. Məhsulun sayının müəyyənləşdirilən bala vurulub, elm işçilərinin sayına görə, yəni obyektiv mənzərənin effektivliyin üzə çıxarılması üçün bu normativ deməli bir məsələdir. Rasim müəllim də həmişə deməli bundan istifadə eləyir və biz də bu modeli tətbiq eləməyi məqsədə uyğun hesab etmişik. Bax, burada göründüyü kimi orta məhsuldarlıq göstəricisi artıq tətbiq olunduqda 25-ci ilə nəzər salaq, 23-24 orada var. 25-ci ilə nəzər salaq, məsələn, Nizami Gəncəvad Ədəbiyyat İnstitutu adi bal sistemi ilə birinci yerdə olduğu halda Fəlsəfə və Sosiologiya İnstitutu orta məhsuldarlıq göstəricisine görə artıq birinci yerə yüksəlir və digər yerlər də burada öz əksini tapmışdır. Deməli, bu 25-ci ildə regional elmi bölmələrin orta məhsuldarlıq göstəricisi Naxçıvan bölməsi yenə də liderlik edir. Lənkəran bölməsi ikinci yerdə qərarlaşır. Səbəb ondan ibarətdir ki, burada artıq elmi işçilərin ümumi sayı əsas götürüldüyünə görə, həll edici faktor olduğuna görə, orada da elmi işçilərin sayı olduğuna görə ikinci yerə yüksəlmişdir. Şəki regional Gəncə bölməsi isə ardıcıl şəkildə verilmişdir. Orta məhsuldarlıq göstəricisinin illər üzrə dinamikası da yenə də inkişafın, dinamikanın olduğundan xəbər verir. Və biz bir neçə indikatoru da ayrılıqda götürüb təhlil etmişik. Populyar olan Web of Science Scopes indikatoru üzrə bal sistemi ilə bağlı vəziyyət Arxeologiya Etnografiya İnstitutu liderlik edir və ondan sonra bizim digər institutlarımız vardır. Ümumiyyətlə bu sahədə deməli vəziyyət göründüyü kimidir. Bunun təzədən orta məhsuldarlıq göstəricisini tətbiq etdikdə yenə də vəziyyətin burada dəyişdiyini görürük. Və burada başqa digər indikatorlar da öz əksini tapmışdır geniş şəkildə. Sadəcə olaraq biz interpretasiya ilə bağlı bir neçə məsələni nəzərində çatdırmaq istəyirik. Bu həm də nəşr olunub yayılacaqdır deyə bütün institutlar geniş şəkildə tanış ola biləcək. Məlum olduğu kimi son illər Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə burada da qeyd olunduğu kimi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar daha çox deməli elmi strukturun konsolidasiyası istiqamətini, kadr islahatı optimallaşdırılmasını, xüsusən gənclərin elmi idarə etməyə cəlb edilməsini, nəticələrin maliyyələşməsinə əsasən nəticələrin ünvanlı həyata keçirilməsi, beynəlxalq istiqamətlərdə və s. Bu qabarıq görünən istiqamətlər budur. Proses çətin də olsa, maliyyələrlə də rastlaşsa, bəzi hallarda ağrılı da olsa, sevindirici hal ondan ibarətdir ki, əməli addımlar atılır və irəliyə doğru gedir. Belə bir şəraitdə elmi fəaliyyətin elmmetrik qiymətləndirilməsi bir daha yenidən aktuallaşır və o mənada ki, biz nə etməliyik sualından əvvəl mövcud vəziyyət necədir, tendensiyalar nə vəd edir, hansı istiqamətə gedirik, bu suallara cavab vermək lazımdır. Elmmetrik modellərin ictimai humanitar elmlərə tətbiqinin spesifik bir sıra xüsusiyyətləri vardır. İlk növbədə belə bir suala cavab vermək lazımdır ki, bu təbiət və texnika elmləri üçün müəyyən olunan elmmetrik göstəricilərin birbaşa ictimai humanitar elmlərə tətbiqi özünü doğruldurmu? Heç olmasa ən azı o ictimai humanitar elmlər sahəsində olduğu qədər mənzərəni üzə çıxarırmı? Elə özümüzdən başlayaq. Bizim bayaq təqdim etdiyimiz elmmetrik göstəricilər, AMİA'nın elmi müəssisə və təşkilatlarındakı ümumi vəziyyəti Azad Mirzəcanzadənin o tamlıq effekti ilə ifadə etsək, tamlıq effektində ifadə edə bilirmi? Təəssüf ki, bu suallara müsbət cavab vermək mümkün deyildir. Bütün hallarda ictimai humanitar elmlərin elə spesifik belə bir funksiyonallığı vardır ki, onun fəaliyyətinin bir böyük hissəsi daim kənarda qalır. Elmmetriyada belə ölçülə bilməyən, kənarda qalan effektləri deməli, policy impact anlayışı ilə adlandırırlar. Bu anlayış altında elmi tədqiqatın ideologiyanın formalaşmasına, dövlət siyasətinin
formalaşmasına, dövlət siyasətində qərar qəbul etməyə, ictimai davranışa, ictimai qərar qəbul etməyə etdiyi təsir nəzərdə tutulur. Yəni, əsas sual bundan ibarət olur ki, bu tədqiqat nəticəsində hansı qərar dəyişdi? İctimai humanitar qərarla. Bir aydın nümunə qeyd eləmək istəyirik. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edibdir ki, Qarabağı azad edən nə drondur, nə tankdır, nə topdur, nə tüfəngdir. Qarabağı azad edən qəlbində vətən sevgisi olan qorxmaz, cəsur Azərbaycan əskəridir. Top, tüfəng, dron ölçülə bilən hissəsidir. Amma Qarabağda qələbəni təmin edən əskərin qəlbindəki vətən sevgisi, əskərin qorxmazlığı, cəsurluğu artıq bu deyilən politi impact hissəsinə daxil olan hissədir ki, o ictimai humanitar elmlərin uzun müddətli cəmiyyətdə fəaliyyəti nəticəsində yaranır və heç bir metrik ölçü ilə artıq onu tutmaq mümkün olmur. Ümumiyyətlə, politi impact'in ölçülüb-ölçülə bilməməsi mübahisələr hədəfidir. Bəziləri hesab edirlər ki, ümumiyyətlə qərar vermədə, məhkəmə sistemində, cəmiyyətin müxtəlif sosial təsisatlarında bunları götürüb qiymətləndirmək mümkündür. Amma bütün hallarda yenə də müəyyən kənarda qalan hissələr həmişə mövcud olur. Deməli, beləliklə biz həm bu elm-metrik göstəricilərin nəticəsinə əsaslanaraq, həm də akademiyanın son dövrlər kütləvi şəkildə keçirdiyi tədbirlər, cəmiyyətə yönəlik apardığı elmi tədqiqat aparmaqla yanaşı cəmiyyətə açıq şəkildə deməli, açılmasını da əsas götürərək bu qənaətlərimizi irəli sürürük ki, akademiya son illərdə artıq elm-metrik platforması, rəqəmsal analizi, beynəlxalq əlaqələrin inkişafı sahəsində xüsusi olaraq inkişaf etməkdədir və o politi impact'ı da nəzərə alsaq, akademiyanı yalnız bilik istehsal edən bir qurum kimi deyil, ümumiyyətlə cəmiyyətə ideya generasiya edən, həm də cəmiyyətdə, respublikada ictimai və humanitar diskursun formalaşmasında yaxından iştirak edən bir intellektual platforma kimi konsolidasiya olunduğunun şahidi oluruq. Diqqətində görə təşəkkür edirik.